sosial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdən çox olacaq. Qısa xəbər, az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayır. Növbəti həftə keçiriləcək sertifikasiya imtahanlarda təxminən 22 min nəfər təhsil verənin iştirakı nəzərdə tutulur. Sertifikatlaşdırma təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Proses müəllimin öz üzərində davamlı işləməsi nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Çünki keyfiyyətli müəllim və keyfiyyətli təhsil anlayışları bir-biri ilə vəhdət təşkil edir. Hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququ var. Keyfiyyətli təhsil isə keyfiyyətli müəllim deməkdir. Sertifikatlaşdırma bu tələbi ödəyir. 2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64.901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17.426 təhsil verənin vəzifə maaşına 35%, 38.084 təhsil verənin vəzifə maaşına isə 10% artım tətbiq olunur. Bu il keçiriləcək sertifikatlaşdırma prosesindən sonra maaşını diferensial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdən çox olacaq.